Uşaq yaxınlaşdı, deyir, 10-12 yaşında uşaq. Diqqət edin. Deyir, yaxınlaşdı. Siyaldiniya professor deyə. Salam əleykum, əleykum salam. 5 dollara bilet satıram, teatr bileti. Kimindir? Aktyorlar ki, falan şeydir. Ya, deyir, çox sağ ol, istəmirəm. Siyaldini uşağa deyir, 10-12 yaşında uşağa. Uşaq gör nə edir. Onda 1 dollara bu şokolatı ala bilərsə, düşdü aşağı. Baba. Əvvəl 5 dollara bilet dedi. Dedi, istəmirəm. Düşdü, 5 dollardan 1 dollara düşdü. Güzəşt elədi uşaq. Yaxşı, sənə güzəşt eləyirəm də, o deməkdir. Onda heç olmasa bu 1 dollara şokolatı al. Bu da deyir, bir şokolatı aldım deyir. Sevmirəm o şokolatı. 1 dollara verdim, aldım. Uşaq çıxdı, getdi, gördüm ha, bu uşaq məni fırlatdı. Fikirləşdim deyir, gəldim deyir ofisimə. Yığdım deyir həmkarları, tədqiqatçıları, deyir, təzə tema var. Case var, necə deyirlər. Qarşılıq qanununda bu da var. Nədir bu? Əvvəlcə böyük bir şey istəyir, qarşı tərəf buna yox deyir. Sonra o istəyən adam düşür aşağı, yəni mən sənə güzəşt elədim də. İndi ki mən sənə güzəşt elədim, sən də mənə güzəşt elə indi. Güzəşt bir lütfdir. Bax mən 5 dollardan 1 dollara düşdüm, güzəşt elədim. İndi sən də qarşılığını ver də. Deyir mən də məcbur qarşılığını verdim. Vəssalam. Bu priyomdan da çox istifadə olunur. Of! Əvvəlcə böyük şey deyir, qəsdən. Bilir, qəbul eləməyəcək. Yox, düşür aşağı. Aşağı düşəndən sonra 90% hazırdır.